Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Gün ərzində paylaşdığım 5 sualın izahını verməyə çalışacağım. Ya Allah. Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəli əsasında uyğunluğu müəyyən edin. Baxın, burada yoldaşlar məzmunu ilə bağlı yanlış fikir, forması ilə bağlı doğru fikir. İndi deyir ki, sevgiliyə müraciət edilən beytdə lirik qəhrəman onun gül üzünə qarşı gözünə Həbibim fəsli güldür bu. Axar sular bulanmazmı? Deməli, həmin hissədə biz bunu görə bilirik də, biz məzmunu ilə bağlı yanlışdır, yox doğrudur. Lirik qəhrəman bildirir ki, məşuqə vəfasızdır, etiraf etdiyi eşqə inanmaqda tərəddüd edir. Bax, lirik qəhrəman harda bildirir ki, məşuqə vəfasızdır? Orada belə sadəcə deyir, etiraf etdiyi eşqinə inanmaqda tərəddüd edir. Deyir ki, desəm o bivəfa bilməm, inanarmı, inanmazmı? Deməli, ona görə 2 səhvdir. Şair heç bir şeydən çəkinməyən eşq dəlisidir, həmişə xalqın yanında rüsvaydır. Füzuli rindi şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Bax, bir daha deyim ki, burada 2 dəfə o usanmazmı sözünü işlədir. Bir dəfə məni candan usandırdı, cəfadan yar usanmazmı? Bir dəfə burada usanmazmı deyir. Bir də sonda bunlar ayrı-ayrı mənalardır. Məni candan usandırdı, cəfadan yar. Yəni cəfa verməkdən yar bezmədim, məni canımdan usandırdı, amma cəfa verməkdən yar. Amma son beytdə isə Füzuli rindi şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Burada isə usanmaq, ağıllanmaq anlamını ifadə edir. Yəni bezmək anlamını deyil. Bəzi tədqiqatçılar, dırnaqarası tədqiqatçılar görürsən ki, ikisini də eyni anlayışda verir. Yəni sənin başın üçün deyil də Füzulini o şəkildə dərk eləmək. Bu da bunun burası. Forması ilə bağlı doğru fikirdir. Əks etdirilən fikrin təsir gücünü artırmaq üçün şeirin hər misrasında bədii sualdan, hər misrasında bədii sualdan istifadə olunmayıb. Bu forması ilə bağlı yanlışdır. Bizdən doğrunu istəyir. Əsərin dilində bir-birindən gözəl bənzətmə, təzad, mübaliğələr işlənmişdi. Bəli, elə məni candan usandırdı, cəfadan yar usanmazmı təzad var. Fələhlər yandı ahimdən, muradım şəmi yanmazmı? Deməli, orada mübaliğə də, təzad da, müxtəlif təşbihlər, metafor, metonimiya və s. var. İlk beytindən başqa, bütün beytlərində daxili qafiyədən istifadə edən şeirdə misralar arasında güclü məntiqi bağlılıq vardır. Təbii ki, ilk beyt yox, qalan beytlərin hər birində daxili qafiyədən istifadə olunur. Deməli, doğru cavabımız olacaq 2, 5, 6 C variantı. Aha, baxırıq növbəti suala. Baxın, Füzulinin söz qəzəli və başqa şeirdən verilmiş misralar əsasında müqayisə cədvəlindəki uyğunluğu müəyyən edin. Söz, bir də. Siz söz qəzəlini tanıyırsınız və gəlin buna baxaq. Əzəl başdan açarıdır sirlərin, öz gücünü ürəklərdən alar söz. Nəşə verər, sevinç verər, qəm verər, müşkün olan dərdə çarə qılar söz. Söz ucaldar bu cahanda insanı, əzizliyə bu cahan da insanı. Vaxt olar ki, bircə anda insanı 50 ilin hörmətindən salar söz. Bəli, bəzən dediyimiz bir ifadə bizi bir ömür boyu hörmətdən də sala bilər, hörmətə də gətirə bilər. Deyir, sözün dəyərini artıran şəxs öz dəyərini artırdığı fikir ifadə olmuşdur. Əziz dəyər bu cahanda vaxt olar ki, bircə anda 50 ilin hörmətindən bax, sözün dəyərini artıran, söz uzaldar bu cahanda insan deyir. Deməli, bax, fikir verin, bizdən uyğunluq istənilir. Bu hissədə deməli ki, sözün dəyərini artıran şəxs öz dəyərini artırdığı fikir ifadə olunub. Yox. Bu tərəfdə isə hörmətdən düşmə. Deməli, bir düzdür. Şeir vahidi beyd olan qəzəldə müəllif şairlərdən dilin təmizliyi ilə bağlı hər hansı bir məqam deyim axı. Sözün sirri açma bacarığından bəhs edilir. Bu 3 düzdür. Sadəcə 3 sözdə də bu qəzəldə də var axı. Rədif işlənən şeirdə sözün insan həyatındakı roluna toxunulur. Bəli, bu da ortaq cəhətdir. Bura yazılmalıydı. Sözün gücündən, qüdrətindən bəhs edən şeirdə sözün insanı hörmətdən salmağa qadir olduğu qeyd olunur. Bəli, Füzuli, gəl izzəti naz et sözü. Yəni, az danış. Burada da deyir ki, 50 ilin hörmətdən salar söz. Demək, bizə lazımdır 1, 5 C variantı. Növbəti suala baxırıq. 3-cü sual. Deyir ki, uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq deyirsə, baxın yoldaşlar, yanlışın altından doğru, doğrunun altından yanlışları seçəcəyik.
Heca şəkilləri bəzi şeir janrlarının müəyyənləşməsində xüsusi rol oynayır. Məsələn, bu fikir düzdür. Necə düzdür yoldaşlar? Məsələn, gəraylı neçədir? 8. Qoşma neçədir? 11. Məsələn, divani neçədir? 15 aşıq ədəbiyyatında. Gördünüz, müəyyən olundu. Bayatı neçədir? 7. Deməli, 1 doğrudur. Yanlışın altından doğru. Barmaq vəznində misra daxilində fasilə söz bitəndən sonra və ya sözün hissələri arasına düşməz. Ona görə biz deyirik ki, vahid bölgü prinsipi yox, bütöv söz prinsipi heca vəznində gözlənilir. Bütöv söz prinsipi, yəni söz parçalanma. Ona görə 2 səhvdir. Əsas vahidi cümlə olan nəsrin yaranmasında cümlələr, abzaslar əsas vahidi cümlə olan nəsrin yaranmasında bu fikir düzdür. Bu tərəfə yazılmalıdır. Bizdən uyğunsuzluq istədiyinə görə 1-i 3-ü götürürük. Əruz vəznində hər təfilə əsasında misrada olacaq heca sayını da müəyyən etmək olar. Bəli, təfilə failətdim, failətdim, failun bu şəkildə və yaxud məfailun, məfailun. Bunların müəyyən olunması. Bu doğrudur, 4 lazım deyil. Şeirdə ahəng yaradan əsas amillərdən biri bölgü olsa da, əruz vəznində bölgü prinsipi gözlənilmir. Niyə gözlənilmir? Uzun və qısa hecaların bir-birini izlənməsidir də burada. Bölgü, burada bütöv söz prinsipi gözlənilmir. Amma orada bölgü var. Bütöv söz prinsipi başqadır, vahid bölgü prinsipi başqadır. Deməli, bu yanlışdır, bu tərəfə keçməliydi. Doğrunun altından yanlışdır. Nəzmlə yazılan əsərlərdə təhkiyə, nəsrlə yazılan əsərlərdə isə tərənnüm ola bilməz. Səhv fikirdir. Nəzmlə yazılan əsərlərdə təhkiyə niyə olmur ki? Sultan Səncər Qarı əsəri nəzmlə yazılır, təhkiyə əsasdır, qutardı getdi. Nəsrlə yazılan əsərlərdə isə tərənnüm ola bilməz. Niyə ola bilmir ki? Nəsrlə verilən bir dənə deyək ki, romanın içərisində açıq kitab romanını. Görsən, orada Füzulidən bir beyt verilir. Tərənnüm də ola bilər. Deməli, bu yanlışdır. Bizə lazımdır 1, 3, 5, 6 olacaq A variantı. Növbəti bəndə baxırıq. Deyir, ilk bəndi verilən şeir nümunəsində növbəti bəndi aşağıdakı bəndlərdən hansı ola bilər? Deməli, yoldaşlar, burada nəyə baxırıq? Qafiyələnməsinə. Məğribdən məşriqə səhv çəkib durub, qüdrətdən çaşıbdır baş-başa durna. Çatıb. Baş-başa. İtaət boynuna salıb həmyayıl, misli pəsənd, xotkar, xam paşa dağlar. Deməli, baş-başa paşa dağlar və dağlar sözü burada rədifdir və bizə indi gələcək dağlar sözündən əvvəlki söz paşa. Məsələn, sən bura yaza bilərsən qoşa, cuşa, haşa, nə bilim və s. və ondan. Gəlin, bütün bəndləri oxumağa ehtiyac yoxdur. Bax, qərənfil şəqayı lalə tazə tər, baharın gülləri onu al bəzər. Qara gəlsin süsən, sümbül sərbəsər, bülbül güllərə yad olan dağlar. Bax, burada görsən, yad olan olandır. Burada isə paşadır. Deməli, bununla bu qafiyələnir. Olmaz axı. Kişilər, ağalar, əroğlu ərlər, qarışdı əridi dumana dağlar, dumana. Dumana sözü paşa ilə qafiyədir. Yox. Yamana, dumana. Olar. Deməli, bu da getdi. Və bu ümumiyyətlə, məsələn, hardasa bunun ataman qafiyə kimi düşünə bilərsən. Amma bir qoşmanın olarmı bu belə bu şəkildə 2 dənə ilk bənd olsun? Mümkünsüzdür. Kəsmə könlüm nə gümanı. Bax, kəsmə könlümdə gümanı. Bu, görsən, gəraylədir, heç qoşma deyil. Yola dağlar. Bu gəraylədir, 8-dir. Bunu saysan 11-dir. Baxıb hökmü yekdal dürrə-i dükafa. Gah kükrəyərsən, gah gələrsən insafa. Pey-peykərə çəkib bəyazı ləfva, pərvərdin geydirib qumaşa dağlar. Gördün, haşa dağlar, nə bilim, başa dağlar, nəsə ondan, bundan, qumaşa gördün. Eyni qafiyələnmə var. Deməli, bu digərlərinin davamı kimidir. Neçə Süleymanlar yola salıbsan, neçə zamanəyə külük salıbsan. Özün gör necə də cavan qalıbsan. Kim deyər hər şeydən əzəldir dağlar. Görsən, burada əzəldir. Sonra məsələn buna uyğun xəzəldir, gözəldir dağlar və s. Onsuz da aşıqlar, aşk yaradıcılığında belə deyək də qoşmada bir dənə qafiyə tuturlar. Axıra qədər də ondan qoyub gedirlər. Bu da belə. Deməli, doğru cavabımız oldu. D variantı. 5-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Girmə bu meydana soyuq rəhlə. Epitet var. Köhnə dəmir kimi qızdırsansa gəl. Bax, köhnə dəmir kimi, burada təşbih də var. Köhnə dəmir kimi qızırsansa gəl.
Qarşını kəssə də qayalı dağlar, qayadan damla tək sızırsansa, gəl. Yox, bunlar yoxdursa, qayıt cəhənnəm ol. Dilindəki layladımı, ağıdımı, sinəndəki min həsrətin dağıdımı? Ayrılıqlar yenə bizə yağıdımı? Düşmənimiz dünən kimdir, bugün kimdir? Hə. İndi deyir ki, orta cəhətlər. Burada epifora işlənən nümunədə inversiya var. Burada epifora hanı? Hə? Yoxdur. Orta cəhət deyil axı. Müxtəlif məqamlarda bədii təzaddan istifadə olunmuşdur. Baxın, müxtəlif məqamlarda bədii təzaddan istifadə olunma. Girmə bu meydana soyuq, köhnə dəmir kimi qızırsansa gəl. Burada bir dənə təzad var. Müxtəlif. Qarşını kəssə də qayalı dağlar, qayadan damla tək sızırsansa o zaman. Kəsir, amma sən bacarırsansa gəl. Burada da var. Deməli, müxtəlif məqamlarda 2 dənə, burada 2 dənə təzad var. Dilindəki layladımı, ağıdımı, sinəndəki min həsrətin ayrılıqlar yenə bizə yağdımı? Düşmənimiz dünən kimdir, bugün? Görsən, buradakı bir dənə var. Bir dənə təzad var. Deməli, burada 2-dir, burada bir dənə. Müxtəlif məqamlarda bədii təzaddan istifadə olunmuş. Deməli, bu orta cəhət deyil. Deməli, gördünüz, bu da olmadı. Müqayisə əsasında yaranan məcaz növünə rast gəlir. Müqayisə əsasında yaranan məcaz növü nədir? Metafor. Girmə bu meydana, köhnə dəmir kimi qızırsansa, qarşını kəssə də qayadan damladır. Bax, qarşını kəssə, qayalı dağların sənin yolunu kəsməyi var. Yol kəsmək kimə məxsus insana? Amma qaya sənin yolunu kəsər. Metafor. Dilindəki layladımı, ağıdımı, sinəndəki min həsrətin dağıdımı? Ayrılıqlar yenə bizə yağıdımı? Ayrılıqların bizə yağı olması. Metafor var. Aha. Deməli. Mübaliğə yer alan nümunədə bədii sual da var. Bax, birincidə yoxdur. Dilindəki layladımı, sinəndəki min həsrətin dağıdımı, min həsrətin dağıdımı? Mübaliğə var. Nümunədə bədii sualda. Düşmənimiz dünən kimdir, bugün kimdir? Sual verildi. Bəli. Müxtəlif məqamlarda bədii təyinə rast gəlinir. Müxtəlif məqamlarda bədii təyin hanı? Burada bir dənə soyuq ürək var. Sinəndəki min həsrətin dağıdır, min həsrət. Bu da fərqli cəhət deyil əslində. Bu ortaq cəhət kimi deyə bilərsən, amma burada da müxtəlif məqamlarda bədii təyinə rast gəlinmir axı. Müxtəlif məqamlarda, yəni burada ikisi olsun, burada bir dənəsi belə. Müxtəlif məqamlarda təşbih işlənmişdir. Müxtəlif məqamlarda bax, burada, bir də burada dəmir kimi. Görsən, burada 2 dənədir. Deməli, nə olacaq? 3, 4, 6. Doğru cavabımız olur B variantı. Ümid edirəm ki, faydalı idi. Faydalı idisə, R-yə bir dənə ürək qoy, bəsdir.